Kəlağayı, Azərbaycan qadınının uca duruşu sarsılmaz iradəsidir. Biz bu iradə ilə gələcəyə nəsillər yetişdiririk. Vüqarımız Kəlağayı naxışları kimi əbəd olsun. Kəlağayı ananın öz övladından çəkdiyi sığalı, ona saldığı laylası qədər yumşaqdır. Biz də öz şagirdlərimizə bu laylanın istiliyini, onun yumşaqlığını bəxş etməyə çalışırıq. Bayramınız mübarək. Kəlağayı bir başörtüsü olmasına baxmayaraq min məna daşıyır. Qadınların başörtüsüdür. Onun üzərindəki həndəsi naxışlar gözəl simmetriyadır. Həyatınız hər zaman simmetrik və harmonik olsun. Hər birinizə gözəllik arzulayır. Bayramınız mübarək qadınlar. Ağ kəlağayı saflıq rəmzidir. Eynən ibtidai sinif şagirdlərinin qəlbi kimi. Gələcəyimiz ipək kimi parlaq, ağ kəlağayı kimi ləkəsiz olsun. İpək şəkidən, ruhu basqaldan, gücü isə Azərbaycan qadınından alan kəlağayılar milli kimliyimizdir. Sözümüz ipək kimi yumşaq, taleyimiz kəlağayı naxışları kimi rəngarəng olsun. Bir kəlağayının minlərlə ipək teli bir araya gəlib sarsılmaz bir gözəllik yaratdığı kimi, biz də birliyimizlə və milli dəyərlərimizlə güclüyük. Kəlağayı bizim milli dəyərlərimizin və zərif qüdrətimizin simvoludur. Bayramınız mübarək xanımlar. Kəlağayı bizim minillik tariximiz, bütün nəsilləri birləşdirən ipək yaddaşımızdır. Arzu edirəm bu bayramda hər biriniz tariximiz qədər köklü, Kəlağayı kimi nəcib olasınız. Kəlağayının naxışları qədim bir kod sistemidir. Bu bayramda xoşbəxtlik kodunuz daim aktiv olsun. Bayramınız mübarək olsun. Kəlağayı bir ananın şəfqəti, mən o şəfqəti kiçik qəlblərə götürən bir naxışam. Bayramınız mübarək. Biz müəllimlər uşaqların xarakterini Kəlağayı naxışlarındakı kimi ilmə-ilmə toxuyuruq. Hər sözümüz, hər davranışımız uşaqların gələcəyinə bir xətt, bir naxış olur. Hər müəllim bir naxış, hər şagird bir çiçəkdir. Qadının zərifliyi Kəlağayıdadır. Uşağın ilk addımı bizdə canlanır. Bu vüqarı gələcək nəsillərə ötürmək üçün biz sarsılmaz körpüyük. Gözəl xanımlar, 8 Mart bayramınız mübarək olsun. İpək qurdundan yaranan bu möcüzə təbiətin insana ən zərif hədiyyəsidir. Təbiət kimi canlı və təravətli qalın. Kəlağayı Azərbaycan qadınının tərcüməyə ehtiyac olmayan ən gözəl dastanıdır. Bu ipək zəriflik həm keçmişimiz, həm də dünyanı fəth edən ən gözəl imzamızdır. Kitablar bilik, Kəlağayı isə köklərimizin müdriklüyüdür. Sözün qüdrətini Kəlağayının zərifliyi ilə birləşdirdik ki, Azərbaycan qadının əsl simasını bütün dünyaya göstərək. Biz sadəcə bir bayramı deyil, bir mədəniyyəti, bir ləyaqəti qeyd edirik. Əziz xanımlar, başınızdakı Kəlağayı qədər uca, qəlbinizdəki söz qədər dərin olmaq diləyi ilə bayramınız mübarək.